Salam, hər vaxtınız xeyir olsun. Bugün sizə buraxılış və blok imtahanında balınızı necə hesablaya bilərsiniz? Gelirsiniz imtahana gəlirsiniz, balı necə hesablamamaq lazımdır. Bunun üçün, yəni o düsturları boş verin. Girirsiniz Google Chrome-a, istənilən bir axtarış yerinə. Burada yazırsınız bal hesablanması. YouTube'da da video qoyuram, elə yazırsınız bir sual neçə bal. Yəni birbaşa bunu bilin ki, bal hesablama. Girdiniz bura. Burada balların hesablaması ikinci pəncərəyi açırsınız. Açdınız. Baxın burada gəlir. 11-ci sinif, 9-cu sinif, 1-ci qrup, 2-ci qrup, 3-cü qrup və 4-cü qrup. Məsələn, 9-cu sinif burada yazırsınız. Tədris dili, yəni Azərbaycan dili qapalı. Məsələn, qapalı yazmısan, belə deyək də 10 sual yazmısan düz. 10 sual düz yazmısan. Açıq 4 sualdır, 4-ünü də düz yazmısan. Nisbi balını burada hesablayır avtomatik. 52.9. Yəni buradan onu çıxardıq 0 yazaq. 4 açıq sualın nə qədərdir cəmi? 23.5. Yəni bir sualın balını bilmək istəyirsənsə 1 bal, 5.9 bal. 5.9 bal bir açıq sualın balıdır. Qapalılara baxsaq əgər bir sual nə qədərdir? Burada 0 yazsaq 2.9 bal. Qapalı 1. Mətnin 26 sualının hər biri 2.9, açıq sualın hər biri isə nə qədərdir? 5.9 baldır. Bunu bilin, yəni burada hesablayın. Burada yazanda burada 100% yazın, yoxsa hesablanmır. Görürsünüz, 0 yazmasa hesablanmır və ya neçə dənə düz yazmışsınızsa onu yazın. Səhv düzə də təsir etmir. Həmçinin digər fənlərdə eyni qaydada nisbi balınızı burada öyrənə bilərsiniz. 11-ci sinif, yenə eyni qayda ilə qapalınızı yazırsınız burada. 5 dənə düz yazmışam. Açığı yazmışam nə qədər? 5 dənə düz yazmışam. Balın hesablanır burada. İndi baxaq, qapalının 1 balı nə qədərdir? Qapalının 1 balı 2.5 baldır. Görək, açığın 1 balı nə qədərdir? O da 5 baldır. Bu qədər bəsit. İndi gedək biz, mən öz ixtisasım üçün izah edirəm. Digər ixtisaslara da orada yoxlayıb özünüz baxa bilərsiniz. İndi mənim o qədər vaxt yoxdur. Yəni. 3-cü qrupa baxaq. Baxın, 3-cü qrupda biraz çoxdur. Niyə? Orada açıqlar var, situasiya mətni var və s. Yazırsınız, doğru. Siz sadəcə sizə veriləni yaz. Qapalıdan 12 dənə düzüm var. 10 dənə deyək. 10 dənə düzüm var. Nə qədər gəldi? 30.3. Yəni, sənin bir dənə açıq düzün nə qədərdir? 3 baldır. Bir dənə qapalı düzün, düzgün cavabların sayı qapalı 3 baldır blokda. Sonra bunu 0 eləyək. Səhv düzü aparacaq. Burada səhvləri də yazırsan. Belə deyək də, burada səhvi də yazırsan. Düzgün açıqların sayı. İndi biz bunu hesablayaq. Bunu 0 deyək. Düzgün bir açıq nə qədərdir? Neçə baldır? Açıqlar da 3 baldır. Bir də situasiya mətni var, yazılı. Bir sual nə qədərdir? 6.1. 6.1 bal imiş. Bunu da bildik. Bu 6.1 ümumi il 18, o da 1,5 əmsala vurulur. Sonra onu vurursunuz 1,5'e. Bunu yaddan çıxartmayın. Sonda hamısını 1,5. Alınan nisbi balı belə deyək də, gəlin yoxlayaq biz. Mən yazmışam 10 açıq düz, 10 qapalı düz. 2 səhv eləmişəm. Buradan 3 düz yazmışam. Açıqdında 3 dənə hamısını düz yazmışam. 56.1. Bu 50.61'i vururam 1,5'e vurmaq lazımdır. Aydındır. Yoxsa elə 56 sizin balınız deyil. O da alınacaq nə qədər? 84.2. Həmçinin ədəbiyyatı da, tarixi də eyni qayda ilə yazsaz balınız doğru olacaq. Sadəcə saytı unutmayın. Burada online sınaq saytına daxil olursunuz. Balınızı hesablayırsınız. Rahatlıqla istifadə edirsiniz. Düstur falan oradan özünüzü yormağa ehtiyac yoxdur. Buradan rahat şəkildə hesablayırsınız. Balınızı tapırsınız.